Daşınmaz əmlak bazarında hazırda durum sabitdir. Yəni hər hansı bir sıçrayışlı artım yoxdur. Sadəcə inflyasiya göstəricilərinə uyğun olaraq aylıq təxminən 2-3% qiymətlərdə dəyişikliklər ola bilər. Keçən illə müqayisədə bəli, təxminən 20, bəzi seqmentlərdən asılı olaraq demək 20-30% aralığında qiymətlərdə dəyişikliklər nəzərə çarpır. Birinci sual verdiniz torpaq sahələri ilə bağlı. Torpaq sahələri ilə ümumiyyətlə həmişə mart ayından başlayaraq torpaq sahələrinin qiymətlərində, bağ evlərində bir qədər insanların artıq marağı artır deyənə mövsümi olaraq bəli, qiymətlərdə dəyişikliklər olur. Torpaq bazarında ümumiyyətlə deyim ki, qiymətlərdə yəni son illər ciddi şəkildə bəli artımlar qeydə alınır. Məsələn, keçən ildən bu ilə elə torpaq şəhərin mərkəzi hissələrdə demək olar ki, torpaq yoxdur. Demək olar ki, satışı çox likviddir və satışa çıxan qiymətlər də bəzən görürsən ki, dəyərindən 2 dəfə artıqla qiymətə satışa çıxarılır. Hətta bu gün şəhərin mərkəz hissələrində elə bir yer var ki, 1 kvadrat metri 8.000 manata, yəni bir sotu 800.000 manata da torpağı çıxar. Ümumiyyətlə deyim ki, Bakı şəhərində artıq minimum qiymətlər, yəni torpaqların qiymətləri Bakı şəhəri üzrə artıq 3000 manata yaxınlaşıb. Yəni çıxarışı olan torpaqların satış qiyməti 3000 manat və daha üzərindədir. Hətta bu aşağı qiyməti olanlar da Qaradağ rayonu və Sabunçu rayonunun bəzi hissələrinə aiddir ki, qiymətlər bir də Pirallahı rayonunda ki, nisbətən orada ucuzdur. Amma digər hissələrdə, şəhərə xüsusilə də yaxın ərazilərində artıq məsələn Nərimanovdur, Nizami rayonudur. Nərimanovda artıq bu qiymətlər bir sot üçün 3 rəqəmli qiymətlərlə, yəni 100.000 manatın üzərindədir. Hardasa Xətai, Nizami rayonlarında bu rəqəm 2 rəqəmli üzərində, yəni hardasa təxminən 30.000 və daha üzərindədir torpaqların qiymətləri. Bir qədər ətraf qəsəbələrdə, yəni Sabunçu rayonunun qəsəbələrində, Soraxanı rayon qəsəbələrində qiymətlər təxminən 5000 manatdan başlayaraq satışa təklif olunur. Təbii ki, torpaq sahələrinin qiymətinin artımı özlüyündə evlərin qiymətinə də təsirsiz ötüşmür. Evlərin qiymətində də, fərdi yaşayış evlərinin qiymətini də bahalaşdıran amil həmin torpaq sahələrinin qiymətinin bahalaşması olur. Ümumilikdə isə bu gün bazarda 30.000 manatdan başlayaraq təxminən 30 milyon manata qədər fərdi yaşayış evlərinin satışını görmək olar. Yəni qiymətlər yerindən asılı olaraq, sahəsindən asılı olaraq, tikilinin tipindən asılı olaraq dəyişə bilər. Fərdi yaşayış evləri əsasən belə deyək, qiymətləri əgər fərdi yaşayış evləridirsə, bunlar təxminən qiymətlər 50.000 manatdan başlayaraq 250.000 manata qədər davam edir. Bağ evləri var, 150.000 manatdan başlayaraq üzü milyonlarla ölçülə bilən bağ evləri var və villalar var ki, bəli, onların qiymətləri artıq 10 milyonlarla ölçülə bilər. Hal-hazırda Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında belə qiymətlər var. Qiymətlərin artımına, gələcək artımına gəldikdə isə bəli, torpaq sahələri tədricən məhdudlaşdıqca qiymətlər bəli, qiyməti artmaqda davam edir. Torpaq elə bir ümumiyyətlə daşınmaz əmlakın elə bir növüdür ki, yəni artmır. Artmadığına görə də bütün dünyada olduğu kimi ölkəmizdə də torpağın qiymətlərində ilbəil artımlar nəzərə çarpır, gözə çarpır.